bizim cəmiyyətdə biraz çox danışan adamı dinləməmək deyə bir səbirsizlik var, dinləmək istəmirlər. Dini aspektdən deyil də, insani aspektdən baxanda belə, yəni bu insani xüsusiyyətlərdir, insani keyfiyyətlərdən baxanda belə, həqiqətən də baxırsan ki, Allahın yer üzünə təyin etdiyi höccət o xüsusiyyətləri özündə həqiqətən də daşıyır. Biri var, siz sözə baxarsınız, sadəcə söz olar, amma bir də var, baxırsan ki, o sözün haqqını verir. Həqiqətən də bugün gələn o ikinci Mehdi Ali Muhammədin qaimi olan Abdullah Haşim Minhüssalam hər mənada hər şeyin haqqını verir. İstəyir dürüstlüyün olsun, istəyir səmimiyyətin olsun, istəyir doğruluğun olsun, ədalətin olsun, mükəmməl ağlın olsun, əxlaqın olsun, etikanın olsun və yaxud da insanlarla rəftar, münasibət. Yəni baxırsan ki, ilahi bir xüsusiyyətləri, o ilahidən, Allahdan gələn o xüsusiyyətləri Abdullah Haşim Minhüssalam özündə cəm eləyibdi. Və həqiqətən də o şəxs bugün tam qəlbi ilə, tam səmimiyyəti ilə insanlığa xidmət eləyir və hətta Abdullah Haşim Minhüssalamın YouTube-da bir videosu var idi. Qarşı tərəf ona sual verir. Abdullah Haşim Minhüssalam suala cavab olaraq deyir ki, adının mənasını soruşur. Adının mənası Allahın quludur və mənim işim insanlara xidmət eləməkdir. Biri var ki, sən yəni lider olarsan, bunu sadəcə sözdə deyərsən. Tağut hakimiyyətdə olan liderlər çıxırlar pafoslu cümlələrlə insanlara xitab eləyirlər ki, mən bu cür şəxsəm, sizin üçün belə bir həyat yaradacağam, belə olacaq, elə olacaq və insanlar da o şirin kəlmələrə aldanıb onun arxasıca gedirlər. Əməldə baxırsan ki, bugün tağutun hökmranlığı altında olan bir cəmiyyətdə ədalətli bir cəmiyyət yoxdur, ədalət yoxdur. İnsanların həqiqətən də yaxşı yaşamı üçün lazım olan o şeylər yoxdur ortalıqda. Amma Abdullah Haşim Minhüssalam hər bir sözünün haqqını verir və həqiqətən də qeyd eləyir ki, mən insanlığa xidmət edirəm və həqiqətən də insanlığa xidmət edir tam qəlbi ilə, tam səmimiyyəti ilə. Deyir, çora gözlü ki, baxdığı halda görmür. Həqiqətən də burada təkcə görmək, gözlə görmək də deyil, bəli. Bu təkcə görmək gözlə bağlı da bir şeydir. Bu qəlbin görə bilməsidir. Qəlbin görə bilməyinin səbəbi isə Əhməd Əlhəsən Minhüssalamın bir sözü var, gözünüzdəki tozu silin. Təbii ki, biz bunu fiziki mənada demirik, gözümüzdə toz var, onu silək. Yəni nəfsinizdən təmizlənin, nəfsinizdən arının ki, haqqı görə biləsiniz. Haqqı görün ki, haqqı özündə bərqərar eləyən şəxsi də düzgün şəkildə tanıya biləsiniz. Və Abdullah Haşim Minhüssalam da o haqqın xüsusiyyətlərini özündə daşıyan şəxsdir. Mən düşünürəm ki, Əhməd Əlhəsən Minhüssalamın çox gözəl bir sözü var. Deyir ki, ilahi ədalət dövləti sizin yəqininizlə qurulacaq. Yəqin nədir? Sən buna əminsən ki, ilahi ədalət dövləti qurulacaq. Yəni, qurulacaqmı, qurulmayacaqmı deyil, qurulacaq. Buna bir əminlik və yəqinliyimiz olmalıdır. Və mən yəqin eləyirəm ki, həqiqətən də Allahın höccəti ilə bərabər əzmimizi, iradəmizi ortaya qoyaraq ilahi ədalət dövlətini quracağıq və cəmiyyət bunun şahidi olacaq ki, həqiqi ilahi ədalət dövləti necə olur və Abdullah Haşim Minhüssalam nə deyir? Biz elə bir cəmiyyət quracağıq ki, kənardan baxanlar deyəcək ki, bu necə gözəl bir cəmiyyətdir. Kaş mən də gedim onlara qoşulum. Zaten insan görəndə ki, belə bir şey var, mümkündür və insanın inamı yaranır. Özü də getmək istəyir insan ora. Və inşallah ki, həqiqətən də insanlar buna zamanla şahid olacaqlar gec olmadan.